Hədislərdə var ki, fəqirlik bir qapıdan girərsə, iman o biri qapıdan çıxar. Həzrəti İbrahim əleyhissalama deyir, Allah, deyir, səni Nəmrudun odu ilə imtihana çəkdim. Səni oğul imtihanına çəkdim. İsmaili qurban kəsmək. Bütün imtihanları sadalayır ki, sən bütlərə qarşı mübarizə apardın, odun içinə atıldın. Ondan sonra deyir ki, birdən səni fəqirliklə imtihana çəksəm, nə edərsən? Həzrəti İbrahim deyir, ilahi, fəqirlik Nəmrudun odundan betərdir. Allah buyurur ki, izzət və cəlalıma and olsun ki, yer üzündə fəqirlikdən böyük bəla yaratmamışam. Bundan artıq bir bəla yaratmamışam. Ən ağır bəla insanın fəqirliyidir, insanın kasıblığıdır. Xüsusən fəqirliyi kimsə qəbul elətdirirsə adama.